Qızıl gül şirniyyatı, bezeli, qozlu, ən dadlı şirniyyat. Un ilə yağı umac edirik. Mənim üçün ən asan yol sürtkəcdən keçirtməkdir. 2 xörək qaşığı şəkər tozu, 3 yumurtanın sarısı, ağını bez edəcəyik. 1 xama və ya smetan, ehtiyac olarsa 3 xörək qaşığı da əlavə edirik. 1 paket vanil, kabartma tozu, üzərinə 1 xörək qaşığı üzüm sirkəsi. Bunları əvvəlcə spatula ilə qarışdırırıq. Sonra əllə xəmirimizi yoğururuq. Xəmiri 30-40 dəqiqəlik soyuducuya qoyuruq. Bezini hazırlayaq. 3 yumurtanın ağını ağaranadək miks ilə çırpırıq. Tam çırpdıqdan sonra üzərinə hissə-hissə şəkər tozu əlavə edib çırpırıq. Üzü aşağı edirik. Qabdan dağılmırsa, deməli bezə alındı. Xəmiri 2 hissəyə bölürük. Nazik yayıb üzərinə hər tərəfinə bezini çəkirik. Bezinin üzərinə nə xırda, nə iri, orta şəkildə doğranmış qoz əlavə edirik. Rulet kimi büküb 3 barmaq enliliyində kəsirik. Ortasını azca ehmalca sıxıb forma veririk və bişməyə qoyuruq. Bişib soğuyandan sonra üzərini pudralayırıq. Şirniyyatların ən dadlısı bezeli qozlu qızıl gül şirniyyatı.